Deməli, ilk sualımızda nədir? Təbii ki, sən birinci blok sxemini deməlisən. Blok sxemdə bilirsən, paralleloqramdır, düzbucaqlıdır, rombdur, kimi blok sxemlərdən istifadə olunur. Birinci olaraq nəyin hansı fiqur içərisində yazıldığı tam əhatəli şəkildə söyləməlisən. Buyur. 100... Aha, əla. Aha. Aha. Əla. Hər iki qolun birləşdiyi xəttdə nəyə çapa veririk? Əla. Paralleloqramda nəyə çapa verirsən? Nə yazırsan? Ay sağ ol, əla. Çox sağ ol. Süleymanov Fidan buradadırmı? Fidan, ikinci sualı zəhmət olmasa sən deyirəm blok sxem şəklində. Tələsdin. Rombdan qabaq sən elan etməlisən. Girişə verilən ədəd sözü var. Neynəməlisən? Aha. Evet. Xeyr. Ədəd cüt deyilsə nə ola bilər? Tək. Niyə başqa ehtimal olmalıdır ki? Niyə başqa şərt yoxlanmalıdır ki? Konkret bir dənə şərt vermişsən. Əgər şərtdə daxil elədiyin k ədədin qalıqlı bölməsi 2-yə bərabərdir 0-a yoxlayırsansa, hə qolunda cüt olduğu deməkdir. Ki, paralleloqramda bəli, cüt yazırsan. Yox, qolunda da bu ədəd cüt deyilsə nə ola bilər aydın? Tək. Tək sözünü yazaraq hər iki qolun gəldiyi xətti vahid xəttə birləşdirib sonu yazırsan. Çünki artıq çapın haradaydı Fidan sənin? Neytralda döylü çap blokun, hə və yox qollarındadır. Fidan, deyə bilərsən ki, onda belə çıxır ki, biz paralleloqramda hər hansı bir dəyişəni çap etməkdən və ya daxil etməkdən başqa onun içinə söz də yaza bilirik. Əla. Bəs paralleloqramı əvəz edən Python-dakı funksiya hansıdır? Paralleloqramı əvəz edən funksiyanı deyirəm. Funksiya. Yəni, çap etmə funksiyası hansıdır? Printdir də, bəli. Kim idi deyən, zəhmət olmasa səsini aktiv saxlasın? Nurcan, sən? Nurcan, sənin səsini tanımaya bilərəm. Ona görə zəhmət olmasa, belə deyək də, adınızla deyin. Nurcan, üçüncü sualı sürətli şəkildə sən təhlil eləyirsən, yenə alqoritmini. Neçə dənə dəyişən hiss etdin orada? Neçə dənə ədəd var? Niyə? Niyə? Buyur, bəli, buyur. İndi yox, burada sən nə xəta verdin? Sıfırdan fərqli ixtiyari bir ədəd demədi ki bizə. Sənin dediyində elə çıxır ki, ay sağ ol, o sözü eşitməmisən deyə daxil edilən ixtiyari bir ədəd deyir. Natural da, iş natural nə idi Allah? Yəni, başqa bir şey də demir də. Sən bilirsən ki, sənin daxil edilən ədəddə müsbət də olacaq, mənfi də olacaq, plus 0 da olacaq. Sən dediyinə əsasən, mən 0-da daxil eləsəm, sən nə çıxardacaqsan? Mənfi, düzdür? O zaman zəhmət olmasa bərpa elə dediyini. Bir daha gəl, tez. Bəli. Bəli. Yenə niyə böyük bərabər? Böyük bərabər olan 0-da buna nə yazacaqsan? 0-ın olduğu və müsbət ədədlərin olduğu çoxluğu müsbət adlandıra biləcəksən, mənfi olmayan adlandıra biləcəksən. Şolar, kim bunu düzəldə bilər? Fikrini toparlaya bilirsənsə, səni gözləyim, Nurcan. Kimdir deyəm, buyur. Buyur, Xeyrətin, buyur.
Bəli. X nə? Aha. 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 Ay. Bax, bunu istəyirdim, ay Nurcan. Bəli. Aha. Yəni, gördünmü bu cümləni? Oxudunmu Aynurcan? Əgər ədəd sıfırdırsa, sıfıra bərabər olduğunu. Bunun yox qolunda tamam bir də yoxlamalı deyil ama x sıfıra bərabərdir mi? Bir ədəd sıfırdan böyük deyilsə, sıfırdan kiçik də deyilsə, əlimdə qalan üçüncü ehtimal o ədədin sıfır olmasıdır. Ona görə bu şərtin yox qolunda birbaşa paralelogramda nə yazıram? Sıfır. Belədən çox sağ ol. Və sadəcə olaraq son yazıram, çünki çap etmə blokları buradadır. Çox sağ ol Nurcan. Sən biraz aktiv saxla səsini zəhmət olmasa. Nurcan, 4-cü suala şərh eləyə bilərsənmi? Blok sistemini qura bilərikmi? Xeyrəddində bu problemi yaratmışdı. Əslində mən bunun meyarlara görə 3 formasını sizə materialda təqdim etmişəm. Buyur. Aha. Aha. Deməli, sən deyirsən ki, müəllim, bir dənə paralelogramda D-ni istəyək. Aha. Şərt bloku açdım. Yazıram ki, x1, x2 və yaxud da 2 kökü var sözü də olar. Buyur. Aha. Aha. Kökü yoxdur sözü yazılır. Aha. Yox qolu hansı əsasə 2 bərabər kökünün deyirsən? Yəni, uşa yoxlamıram. Buna ehtiyac yoxdur. Deməli, D sıfıra bərabərdir ki, bunda da x1 bərabər x2-yə 2 bərabər kökü var. Və yekun olaraq gəlirəm, sadəcə olaraq sona gedirəm. Uşaqlar, mən bu materialı sizə qeyd edib atacağım. Vaxtımız getməsin deyə bunun düsturlu versiyalarını demirəm. 3 dənə meyara uyğun diskriminantın qiymətinə asılı olaraq kvadrat tənin həll alqoritmi var. Blok sxemləri özdə var. Xeyrəddin, gedirsən ora baxırsan. Bunun riyaziyyatla çox əlaqəsini qurmaq istəməyən uşaqlar girməyin diskriminantın düsturuna, köklərin tapılma düsturuna girməyin. Bunu yadda saxlayın da. Bu qədər sadə. Kimin sualı varsa buyursun. Bəli. Əla, problemi həll etmirsən. Səsini açsın, aktiv saxlasın. Elton buradacı da Elton. 5-ci suala baxırıq Elton və 5-ci sualı blok sxemini sən qurursan. Buyur. Nə daxil etməliyim? Misala baxa bilərsən, vaxtım var. Əgər heç bir fikrin yoxdursa, zəhmət olmasa bildir, vaxtımız çox getməsin. Y-i yoxsa X-i? Mən Y funksiyasını X-ə görə tapacağım. Niyə mən Y-i tələb eləməliyəm ki? Mənim tələb olunması dəyişənim X-imdir. Aydındır? Davam elə. Davam elə. Oy, Elton. Özün şərt bloku deyirsən. Özün də şərt əvəzinə şərtin həll olunur. Bəli, biraz diqqətli ol, xahiş edirəm, tələsmə. X böyükdür 7-dən. Hə deyəcəksən, nə yazacağım? Elton, bu funksiyanı biz necə təhlil edirik? Elton, zəhmət olmasa diqqətlə qulaq, blok sxemini başqa bir uşaq qurur və sən bunun Python'ını quracaqsan. Qəndab, buradasansa səsini aktivləşdir, zəhmət olmasa. Buyur. Paralelogramda yazmalıyam düz bucaqlıda. Bunu niyə ilə başa düşdük? Niyə məhz mən bu şərtin qabağındakı ifadəni yazdım? Çünki bir şərtin qabağında bir ifadə yazılırsa, bu bunun həll qoludur. Bu şərtin yox qolu nədir? Aşağıdakı şərt. Davam edəcəm. Buyur.
Aha. Gördünüz? Bunun hər qolu da bu ifadədir. Buyur qızım, sonra. Bu qədər sadə. Əla, əla. Niyə mən bu şərtin yoxluğunda növbəti şərti yoxlamadım, Elton? Səsini aktivləşdirə bilərsən, çox sağ ol, Qədəm. Çünki ehtiyac olmadı. Mən nə demişəm? Dəyişənlərin müqayisə olunduğu ədədi qeyd edin ədəd oxunda. Baxın, x 7-dən böyük olanda, yalnız 7-dən böyük olanda, x kvadratı üstə gələk 5 ilə tapılacaq. X 7-yə bərabər olanda, x kubu üstə gələk 7-dir. Allah özü fikirləş. X 7-dən böyük deyilsə, 7-yə bərabər deyilsə, bütün ehtimallar nəyə gedir? X-in 7-dən kiçik olduğuna. Ona görə bu şərti yoxlamadan, ikinci şərtin yox qolunda birbaşa nə yazıram? Gətirirəm, y bərabərdir, x üstü 4 çıxaq 8. Bunları da belə saxlamaq olmaz. Nəticəli xassəsinə görə vahid xəttə birləşir. Nəyə çapa verməliyik? Y-ə. Əla. İndi zəhmət olmasa mənə tez-tez proqramını denən, ya da bu burada dursun. Elton, buyur. Yəni Python'da iflərlə, eliflərlə yazacaq. Buyur. Elton, paralelogramdakı x-i Python'da hansı funksiya əvəz edir, daxil etmə kimi? Bəli, daxil etmə kimi. Bəli. Hansı sözə görə int input? Sadəcə olaraq gördüyümüz, bəli, x ədədinin daxil olmuş qiymətinə görə. Elton, diqqətli qulaq, bu dərsləri qəntərdən qaçırtma. Baxın, uşaqlar, birinci komandanı əvəz eləməkdən ötürü x bərabərdir int input yazdım. Aydın olmadığı yer olsa Elton soruş. Elton, Python'da şərt blokunu əvəz eləyən operatorumuzun adı nədir? Kimi deyirəmsə o cavab versin uşaqlar, əlavə cavab verməyin. Aha. Şərt bloku nədir? Əgər sualına cavab verir şərt bloku, əgəri icra edir. Əgərin ingiliscə qarşılığı nədir? If-dir, if. Belə olmazsa uşaqlar, sadə şeylərə cavab verə bilmirik. X böyük 7-dən. 2 nöqtəni niyə qoyuruq? Zəhmət olmasa Aylin səsini açsın buradadırsa da. 2 nöqtəni niyə qoyuruq? Elton, sən dinlə, aktiv saxla səsini. Aylin, buradasan? Yaxşı uşaqlar, kim istəyirsə səsini aktiv saxlasın, iştirak eləsin. 2 nöqtəni ona görə qoyuruq ki, Python'da biz hər qolunu necə hiss etməliyik? Yəni, bu şərtin ödəndiyi qolu mən blok sistemdə hər deyərək çəkib hiss edirəmsə, burada necə hiss eləməliyəm? 4 boşluq qədər sağda yazacağım. Bu adi bir hesabi ifadədir deyə heç bir funksiya tələb olunmadan olduğu üçün yazıram. Düzdür? Qəndəb səsini aktivsə də buyur. Bu şərtin yox qolundakı növbəti şərti if-lə mi yazacağım, elif-lə mi? Bəli, çünki elif hansı sözlərin qısaltmasıdır? Else, if. Bəli. 2 bərabərliklə yazmalıyam. Baxın, mən gözümdən də qaçır. X bərabərdir 7-dən. Bəli, yenə 2 burada. Hər qolundakı y bərabərdir. X kubu üstə gələk 7-ni yazıram. Amma növbəti şərtin qolundakı yox ifadəsini hansı operatordan sonra yazmalıyam, Qəndəb? Bəli, bəli, əks halda qol olduğuna görə, bu şərtin əks haldasında heç bir şərt yerləşmədiyinə görə yadınızda saxlayın. Elsin qabağında 2 nöqtə qoyandan sonra ümumiyyətcə uşaqlar elifdə də elədi, ifdə də elədi. Altında 4 boşluq qədər yazdığımız komandanı altından yox, qabağından da Python yazmağa icazə verir. Bir dəfə yazın, görəcəksiniz. Y bərabərdir, x üstü 4 çıxaq 8 yazıram. Və gördüyünüz üzrə hamısının birləşdiyi vahid xəttə yerləşən paralelogramdakı y-i, mənim yerim biraz qalmadı, səliqəsiz götürdüm buranı, üzrlə hesab edin. Düz printlə eyni səviyyədə, belə eləyirəm ki, biləsiniz. Else-lə, pardon, eyni səviyyədə print y-lə sonlandırırsınız. Aydın oldu. Bu tipli misallarda heç kimdə problem istəmirəm. Get videoya 5 dəfə bax, 15 dəfə bax. Məndən soruş, amma problem istəmirəm. Aydın oldu hər kəsə. Mən ha vaxt dedim, blok sistemini də quracaqsınız, proqramı da quracaqsınız. 6-cı sualı. 6-cı sual yoxdur. 8-ci sualı mənlə işləyir.
Görə bilmirəm, burada uşaqlardan bilmirəm hal-hazırda kimlər var. Fidan, Nəcəfova Fidan buradadır. Buyur Nəcəfova, nə etməliyəm? Biraz tez zəhmət olmasa. Blok sxemini qururuq, buyur. Ümumiyyətcə 8-ci sual. Bir dənə sənə sual verim sonra. 8-ci sualın ümumiyyətcə alqoritm hansı növünə əsaslanır? Xətti budaqlanan yoxsa dövrü? Hansı səbəbə görə? Ay, sağ ol. Gətiririk bir. Belə olan halda uşaqlar, bunu hər kəs üçün deyirəm. Nə bilməlisiniz ki, bu adi bir ifadədir. Mən bunu xətti budaqlanan yoxsa dövrü kimi yazım. X-in girişə verilən istənilən həqiqi qiymətinə deyirsə, bir qiyməti nəzərdə tutulur. Həqiqi ədəd kimi sən bilirsən ki, burada nə verə biləcəksən? Mənfi ədəddə verəcəksən, müsbətdə verəcəksən və s. Və diqqətli baxası olsa, məxrəc varsa, deməli, bölünmə ehtimalı var. Məxrəc olan yerdə, yəni bölmə olan yerdə məxrəci sıfıra tamamlayacaq bir x dəyişəni qəbul oluna bilərik. Bəli. O zaman biz x-i nədən fərqli götürərik şərt kimi? Fidan. 0. Ay sağ ol. X -7 olmasın ki, uşaqlar. -7'nin üstə 7 gəndə nə olacaq? Sıfırlanacaqdır. Bu zəhmət olmasa tez-tez blok sxemi deyirəm, vurun. Aha. X fərqlidir. Blok sxemdə belə də yaza bilərik. Buyur. Y bərabərdir. Fidan, həmin ifadəni sırf biz riyazi dildə də olduğu kimi köçürdə bilərik, yoxsa alqoritm icazə vermir? Ay sağ ol. Anadır da. Deyil, ana nədən uşağın hamısının dilini qəbul edir? Riyazi dilini qəbul edir. İstəsən Python'da da yaz, istəsən harada istəyən yaz. Amma imtihanda sənin o qədər vaxtın yoxdur düşünməyə. Okay? Yox da onda nə yazacağım? Ay sağ ol. Konkret yazacaqsan ki, x-in mənfi, yəni istəyirsən yaz, istəyirsən də yəni yazma. Fərqi yoxdur. Çünki bu sənin nə deyir ki, funksiyasının qiyməti hesablayan alqoritm. Və yaxud da yaza bilərsən, kökü yoxdur. Sadəcə olaraq belə gətirir. Şu, yəni bu qədər. Aydındır. Davam edək. Yox qolunda, yəni sənin x-in fərqlidir -7-dən sual versən. Hərsə hesablayıb gedəcəksən x-i çapa verməyə. Amma yoxdursa, aşağılar, bir dənə məsələ var ki, biz yaxşısı budur, gəlin y-in çapını bura verək. Yəni hər qolunda da elə bir dəfəlik verək. Nəyə görə deyirəm, hər qolunda verək? Çünki biz, belə deyək, burada yox qolunda y-i tələb edəsək, bunu proqramda da yazsaq, proqram xəta verəcək. Belə bir dəyişənin qiymətini olmadığını düşünəcəkdir. Yəni ki, ay Xeyrətdin, sən x-ə -7 qiymətini versən, bu bilirsən nə olacaqdır? Bu belə bir ifadə olacaq. X-in yerində tutaq ki, vermirsən -7. Bu nə olacaqdır? -7'in kvadratı nə olacaqdır? 49 çıxaq. Burada yazacaqsan yuxarıda. -7 üstə gələ 12. Amma -7 üstə gələ 7 yazanda bura nə olacaqdır? 0. Və proqram sənə deyəcək, nə qarırsan? 0'a bölmə var. Və ona görə də burada xəta verəcəkdir. Yəni sən x-in girişə verilən -7 qiymətindən başqa y funksiyasının qiymətini hesablaya bilməyəcəksən. Aydındır? Başa düşdük? Yəni belə çıxır ki, x-inin -7 qiymətində görsən alqoritm boşu-boşuna sona gələcəkdir. Ekrana heç nə çıxmayacaqdır. Aydındır? Buyurun, 9-cu sual. 9-cu sualı mənə şifahi desin, artıq bunu yazmayacağım. Nəzrin buradadırsa da Nəcəfova, yoxdursa da Şərifova, yoxdursa da bilmirəm kimlər, qoca mənə kimlər link atıbdır. Aha, buyurun. Kimdir o? Deyən, mən deyim deyən. Aha, buyursama. Aha. Nə qoymalıyam içinə? Yəni, bax, x-ə nə qoyum? Yəni, 5-dən fərqli qiymət almalı. Tamam, 5-dən fərqli qiymət nə qoyaq, məsəl üçün? Mən -7 qoydum.
olacaq. Onda bir dənə yaxşı fikirləş, şərti nə qoya bilərsən? X nə olsun? Uşaqlar, hər kəs istəsə, kim istəsə cavab verə bilər. Ay, sağ ol, çox konkret. Burada mənim kökaltım təhlükədədir. Düzdür? Kökaltına biz nə yerləşdirə bilmərik? Mənfi bir ifadəni qoya bilmərik. Ona görə ancaq verilən 5 rəqəminə görə x-in 5-dən böyük olma ehtimalını yazırsınız. Точно bayaqki kimi də qurursunuz. Tamam. 10-cu sual bayaqki kimidir. Orada iki müxtəlif tam ədədi müqayisə edirdiksə, nə bilim, böyükdən kiçiyi çıxırdıq. İndi burada kiçiyinin 2 misli ilə böyüyünün 3 mislini cəmli çıxışa verən və s. Yəni asan bir prosedur fərqlidir. 11-ci də elə bir çətin bir sual deyil, amma onu kim yazmayıbsa da yenə də zəhmət olmasa desin ki, yazmamışam müəllim, zəhmət olmasa kimsə desin. Girişə verilən 3 müxtəlif tam ədəddən böyük olanını çıxışa verən. Bunu istəyərdim Səma. Sən deyəsən, mən də tez-tez qurum, uşaqlar da baxsın. Buyur, zəhmət olmasa. Buyur. Buyur. Nəydən başlayayım? Ümumiyyətcə, bura baxanda alqoritmin hansı strukturunu mən həyata keçirməliyəm? Yəni, xəttidir, budaqlanandır, yoxsa dövrüdürmü? Budaqlanan. Buyur, zəhmət olmasa, tez-tez gələn blok sistemini quraq. Buyur. Buyur. Əla. Nə istəyirsiniz verə bilərsiniz uşaqlar? Buyurun. Sonra. Okey, necə müqayisə edək? X böyükdür Y-dən. Fərq yoxdur. Enter verə bilərsən, yəni problem deyil. Aralıq kimi deyə bilərsən. Deməli, sən necə dedin? Yəni, Y böyükdür Z-dən, belədir, düzdürmü? Beləmi nəzərdə tutursunuz? Bəli. Sərbəstsiz şərti verməkdə düzdür. Bir də nə edək? Burada hər dolunda nə yazmalıyım? Burada kim böyükdür? Bizə də nə deyir ki? Deyir ki, ən böyük olanını çıxışa verin. Print yazmırıq. Olmaz. Parallelogram zaten özü başlı başına printdir. Eləcə x-dir. Bəli, Python'da printdən yazıram. Tamam. Şimdi yox qoluna gələndə nə yazmalıyım? Nətər yəni işlə? X-i çapa çıxartmışam. Heç də nədir? Bəlkə Y-dir böyük, bəlkə Z-dir böyük. Nə yazım? Bir dəqiqə, səsini, oğlanlardan kim idi bilən aktivləşdirən? Səsini aktiv saxlasını eşitmirəm. Nə yazım? Bahadır buyur. X. Bir dəqiqə, bir dənə nə olar? Bir dənəsi başdan denən eşitmirəm. Səs qırıq gəlir. Z kiçikdir X, bu da kiçikdir Y. Okay? Burada kimdir böyük? Aha. Uşaqlar, razısınız ki, yox qolunda müəllim yoxlamağa ehtiyac yoxdur. Çıxardacaqdır. O zaman yoxlamağa ehtiyac olmadan birbaşa burada nə verirəm? Əgər kimsə, niyə belə olur? Əgər kimsə bu qismi anlamadısa, zəhmət olmasa, desin ki, müəllim, niyə burada, niyə kənarda olanda belə yazır ki? Çox qırağa toxturam yəqin ki. Biraz belə yazmışlar, səliqəsi olacaq. Birbaşa nəyə çap verirəm? Z verirəm. Çap qolları hərəsində olduğuna görə sadəcə olaraq son sözünü yazaraq proqramı yekunlaşdırmış oluram. Bahadır, bir dənə səsini aktiv saxla, zəhmət olmasa. Səncə bu şərtdən sonra verəcəyim növbəti şərti Python'da eliflə yazacağım, yoxsa ikincini də iflə yazacağım? Hardan bilirik onu? Əgər bir şərt digər şərtin yox qoludursa, deməli, əks haldasında icra olunan əgərdir. Əks halda ilə də əgərin birləşməsi nə deməkdir? Else if, yəni elif. Aydındır. Buyurun, kimin sualı var? Buyurun. Ay, sağ ol, onu nəzər almadım. Əla, qəşək. Onu nəzər almadık, uşaqlar. Burada uşaqlar,
Düzdür, Malik, çox sağ ol. Burada ən böyük minusumuz nə oldu uşaqlar? Bəlkə burada belə yox da, y böyükdür x-dən, bəs belə deyək, kiçikdir, nədən olacaqdır? Z-dən olacaqdır. Və yaxud da, pardon, belə götürməli deyiləm. X yenə böyük qalsın. Məsəl üçün, götürürəm ki, y kiçikdir, nədən? Z-dən, bu da kiçikdir x-dən. Belə olan halda da x böyükdür, belə olan halda da. Amma bəlkə bu yanından düşürməliyik. Sən indi dediyin Malik sıfırla olanı əsaslandır və uşaqlar baxsın. Olmasa uşaqlar bunun da düzgün versiyasını yazaq. Kim alsınlar istəsə onu davam eləsin. Buyur Malik. Aha. İndi belə bir məsələdir. Sən dediyin əsaslanacaq budaqlarına yoxsa şeylə istəyirsən, dövrlə istəyirsən? Əla. Deməli, M-ə 0 verildi uşaqlar. M-in nə işə yaradığını izahını verəcək Malik. Olmasa mən deyəcəm. Buyur. Şərt blokunda nə yazır? X yəni. Əla. M-i bərabər edəcək X-ə. Yox, qolunu boş saxlayın. Aha. Sıfır nədir? Sıfır deyil, tələsməyin. Tələsməyin deyəcək uşaqlar. Buyur. İndi bax, sən dövrə getdin. Özün də dedin dövr. Mən ona görə bayaq sənə dedim ki, bunu dövrlə mi eləyək, yoxsa yox? Aha. Uşaqlar, mən bunu iki cürəsini sizə göstərim. Deməli, fikrin sadəcə olaraq düzgün ifadə edə bilmədim. M-in sıfır qiymətini niyə götürdük? Bizə deyir ki, girişə verilən 3 müxtəlif tam ədəddən böyük olanı çıxışa verir. Malik dediyi dövrə əsaslanır ki, əslində bunu bilmək çox gözəl şeydir. Baxın, Mailin dediyi metodu. Çünki bizdən bizə 3 yox, 10 dənə müxtəlif tam ədədin böyük olanını çıxışa verilə bilər. 20 dənə deyə bilər, 100 dənə deyilə bilər. O zaman mən bunu riyazi olaraq düşünürəmsə, gəlin baxın. Mən bunu düşünə bilirəm birinci dövrə alqoritmindən ki, yenə deyirəm. Nə zaman dövrə ehtiyac olacaq? Verilə bilər, girişə verilən 3 yox, 100 müxtəlif ədəddən tam ədədini böyük. 100 dənə dəyişən yazacaqsan paralelogramda. Ödəmədim. O zaman nə edəcək uşaqlar? Riyazi həllinə baxırıq. Riyazi. Mən birinci buna dövr kimi baxıram. Bəli. Konkret dövrə neçə dəfə daxil olmalıyım uşaqlar? 3 dəfə. İstəyirsən modifikasiyanından elə, istəyirsən ön şəklindən elə dövrü 3 dəfə girməyi təmin etməlisən. Amma sən daxil olanda dövrdə nə etməlisən? 3 dənə müxtəlif tam ədəd daxil etməlisən. O zaman dövrün içində daxil edəcəyin dəyişəni belə bir dənə x təyin edəcəksən. Niyə biz M-ə 0 veririk? Çünki deyək ki, bizə 3 müxtəlif tam ədəddən ən böyük olanı çıxışa verir. Və o zaman mən M-ə 0 verməklə əsaslandıra bilirəm ki, ən böyüyünü götürməliyəm. İndi baxın, mən o zaman dövrü bildimsə də tutaq ki, birinci modifikasiyalı ilə daxil oluram. Modifikasiyanın daxil olunda birinci M-in 0 qiymətini götürürəm. M bərabərdir 0 qiymətini götürdük. Sonrasında gəlirəm, modifikasiyalı qururamsa da dövrü 3 dəfə təmin etməkdən ötürü i-yə nə verirəm arşaqlar? Hansı aralıq? 1, 3. Bunu başa düşürəm ki, bu nə deməkdir? i alır 1, 2, 3 qiymətləri. Amma burada i-nin heç bir başqa prosesi əhatə eləmir. Sadəcə i dövrümü saymağa kömək edir mənə. Vəsə. Amma daxil edəcəyim ədəd harada olmalıdır? Dövrün girişində. Daxil etmə bloku hansıdır arşaqlar? X-dir. X-i daxil edəndən sonra, indi Malik, buyur, fikrini səsləndirə bilərsən. İndi daxil edəcəyimiz ədədi necə müqayisə edək? Aha, o zaman götürürəm. X böyükdür M-dən, yoxsa kiçikdir M-dən götürüm. Tamam, müdaxilə etmirəm. X böyükdür M-dən götürürəm. Hər qolunda nə yazım? M-i X-ə mənimsədikdən. Yox qoluna boş gəlir. Bu sayğaçlı olduğuna görə mən hər dəfə geri qayıdıram. Geri qayıtdıqdan sonra ən axırda kimi çapa verirəm mənim? M-i çapa verir. Məsəl üçün aşağılar. Gəlin baxaq görək. Necə burada ödəyirəm. Yadda salın ki, bizə nə verilir? Girişə verilən 3 müxtəlif tam ədəddən böyük olanına çıxışa verən blok sxemisidir. Məsəl üçün,
Mən tutaq ki, burada i-nin birinci qiymətindən dövrə girdim. Bu oldu mənim birinci dövrüm. X-i daxil edirəm. Tutaq ki, məsəl üçün deyirəm 17. 17 daxil elədikdən sonra soruşuram. 17 böyükdürmü nədən? M-dən 0-dan. Hə deyirəmsə, M dərhal nəyi alır? 17-ni. I-nin 2 qiymətindən bir dəfə də dövrə edirəm. I-yə məsəl üçün edirəm 3. İndi göstərirəm. X-in qiyməti 3-dür. M isə 17-dir. 3 böyükdürmü 17-dən? Bəli deyirik və M-in qiyməti, pardon, bəli deyirik nədir? 3 böyükdürmü 17-dən? Xeyr deyirəm aşağılar. Xeyr qolunda M qiymətini dəyişmədən bir daha mənim dövrə qayıdır ki, M hələ də 17-dir. I-yə götürüb verirəm 3, yəni 3-cü səfər dövrə girirəm. Burada pardon, mən X yazmalıydım. X-i də bu səfər verirəm 104. X-in qiyməti 104-dür. 104 böyükdürmü? M-in qiyməti 17 və hə deyərək M-in qiymətini nəyə dəyişirəm? 104-ə. Artıq dövrdən çıxmalı olurum, çünki axırıncı səfər dövrə girirəm. Bu kimdir? Dərsin axırına qədər. Özümüzdən verdik, yəni özümüzdən. Aha. Onda çox uzun çəkər. Mən ona görə deyirəm ki, ən yaxşısı budur. Orada çox uzun çəkəcəkdir. Və siz artıq dövrdən çıxandan sonra həqiqətən baxıram ki, daxil olmuş ədəddən nəyini çıxartdıq, ən böyüyünü ekrana çıxartmış olduq. Zəhmət olmasa bunu skrin edeyim, vacib olan suallardandır. Səma, bayaqki bilirsən niyə əlverişli olmayacaqdı? Mənə 100 müxtəlif tam ədəd desəydi, daha çox dəyişən say desəydi, mən əziyyət çəkəcəkdim o üsulla. Əziyyət çəkəcəkdim, yox, heç qura bilməyəcəkdim. Aydındır? Bizdə müsbət deyilmiyib elə? Hə, bax, qəşəng sual. Mən bayaqdan buranı öz aləmdə girişə verilən 3 müxtəlif müsbət tam ədəd nəzərdə tuturam. Əla, qəşəng sualdır. Uşaqlar, girişə verilən 3 müxtəlif tam ədəd deyəndə mən bilirəm ki, bunun içində nə olmalıdır? Bunun içində mənfi 3 də ola bilər. Bunun içində, nə bilim, mənfi 67 də ola bilər. Yəni, mənfi ədəd də ola bilər. Sıfırın özü də ola bilər. Bir də nə ola bilər? Elə müsbət ədəd də ola bilər. Çox qəşəng sualdır və bunun mən bircə dəqiqə sizə vaxt verim. Kim fikirləşib, necə edə bilərəm? Sualını bir dənə deyə bilirsə, elə davam edə bilər. Yox, fikirləşmirsə, mən deyim bunu sizə. Çox sağ ol, hər kim dedirsə də yadıma saldı. Mən bayaqdan bunu müsbət ədəd kimi algılayıram. Buyurun. M nə işə yaradı? M cari ədədlərdən fikir verirsən, M özündən böyük olan qolunda, yəni belə deyək, istədi. Böyükləri yığdı sanki özünə. Görürsən? Deyəcəm onu, qoy bir dənə qəndaba bunu şərh eləyim qadınam. Qəndab, M-ə verməyimdə səbəb, biz 3 dənə ədəd yox. İstənilən sayda ədəd daxil eləsə, M bunun öhdəsindən gəldi. Amma nə zaman M-in 0 qiyməti öhdəsindən gəlir, ay uşaqlar? Girişə verilən 3 müxtəlif müsbət tam ədədin sözü desəydi, okey idik burada. Ki, ən balacası nə olacaqdı, ay uşaqlar? 0-dır, yəni müsbət deyil ümumiyyətcə. 0-dan yuxarı olanlar öz aralarında bu üsulla müqayisə oluna bilərdilər. Yəni ki, hal-hazırda mən bunu icra eləyərək başa salmağa çalışdım. Mən niyə X-ə burada ədədlər verdim, istədiyim ədədlər verdim? Sizə göstərmək üçün ki, hal-hazırda alqoritm işləyir. Mən də bax, X-ə 17 verdim, düşdüm bura. Görürsən, X özünü M-lə müqayisə edir. 17 böyükdürmü 0-dan? Hə. Sanki M neynir? Deyir, mən ən yüksəkləri istəyirəm. Hə qolunda qoymuşam deyə deyirəm. Amma yox, qolunda heç nə olmadı. Hansı ki, X-ə ikinci səfər dövrə girəndə 3 verəndə, soruşanda ki, 3 böyükdür 17-dən. M-ci 17-də axı. Yox deyirsən. Görsən, yox qolunda M-ə heç nə vermirsən. M deyir ki, mən təzədən kiçiyə düşmək istəmirəm. Mən böyümək istəyirəm. Yəni, başa düşdün bunun icrasını. Ay sağ ol. İndi aşağılar bir məsələ var ki, biz burada səhv eləmirəmsə də belə bir şey də olmalı idi ki, girişə verilən 3 müxtəlif tam müsbət tam ədədin böyük olanı çıxışa verir. Amma biz burada nəyə qaçırdırıq? Biz burada təsəvvür edirik ki, hamısı müsbətdir. Niyə? Bəs mənfi olsa nə olacaqdı? Ki, burada ay sağ ol, əla. İstədim. Onu necə edə bilərik ki? Onu necə edə bilərik uşaqlar? Müqayisədə necə yazaq? Bax, mən Mayinin dediyi cümləni gözləyirdim və onu da elədik, Mayin sənlə işləyirəm.
Sonrasında o digər kimin fikri varsa da mənim çox xoş olar dinləmək. Gəl elə fikirləşək ki, girişə verilən 3 yox, girişə verilən 50 müxtəlif tam ədəddən böyük olanı çıxışa verək. Və birinci burax nəyini, modifikasiyanızı, sonra isə ön şərtisini. Buyur, müəllimləşdirin. İm ədədini necə daxil eləyək? Paralelogramda. Sanki 50 dənəsindən, ay uşaqlar, ilk dənəsini mən ən başda istəyirəm. Niyə? Digər ədədlərimi bunun üzərindən müqayisə edeyim deyə. Başa düşürsünüz, 0 vermirik belə olanda. Getdik müəllim, buyur. Deməli, neçə dənə ədədim qaldı? Ay, sağ ol. Super. Müqayisəni bununla aparacağım. Başqa bir dəyişənə ehtiyac var, yoxsa yoxdur? Getdik. Onda quraq modifikasiyanı. Əla. Düşdüm. Əla. X. O X deməyək. Bircə dəqiqə. Belə bir dənə vəziyyətdir ki, indi biz burada X mi verək, M mi verək də, gəlin fikirləşək. Çünki mən burada M-i götürəcəm, X verəcək. Davam edək. X böyükdürmü M-dən? Həyə daxil olacaq. Uşaqlar icra eləyəcək, sonra baxacaq. Nə götürəcəm burada? M yenə nəyə bərabər olacaqdır? X-ə, yox qolunda heç nə icra etməyəcək və yenidən geri qaydaraq nəyə çapa verməyə çalışacaq? M-ə. Sonra gəlin görə işləyirəm. Mən 49 əvə dövrə girəsi deyiləm. Çünki biz artıq niyə 49 elədik? Çünki ədədimizin birini ən birinci proqrama girməmişdən daxil edirəm. 3-cü dəfə girəcəm, fərqli qiymətlər verəcəm ki, içində 0-da olsun, müsbət də olsun, mənfi də olsun, sögeyim. Təsəvvürə gətirin ki, mən M-in qiyməti ən başdan mənfi 54 verdim. Artıq 50 dənədən birincisini verdim. Və birinci ədədim daxil olsa sonra, elə bir dövrü artıq birinci səfər saymış oldum. Sən burada i-nin bir qiymətini verəndə dövrə elə bir sanki ikinci səfər yaşayır. Yəni, dövrə ikinci səfər girirsən, dövrə bir dəfə girirsən. Yəni, ikinci ədədini daxil etmiş olursan. Gələndə bura x-ə nə verirsən? Yenə x paralelogramı. X-ə də məsəl üçün verirəm mənfi 34. Düzdürmü? Burada üçün müqayisə edirəm. Mənfi 34 böyükdürmü mənfi 54-dən? Nə deyir ya uşaqlar? Hə. Hə deyəndə hə qoluna gələrək M qiymətini nə ilə əvəzlədim artıq? Yəni, M artıq nə kimi tanınır məndə? Mənfi 54 yox, X-ə mənimsəldirsən, mənfi 34-dür. Artıq sən alqoritmik olaraq bilirik ki, dəyişənin ən son qiymətindən istifadə edirəm. Sonra sən girirsən bizim, belə deyək, 3-cü ədədini daxil edilməyə. N-in hansı qiymətindən 2. N-in qiymətləri ümumiyyətlə rol oynamır. Sadəcə dövrü sayır ki, sənə təmin edirik, sən 50 dənə ədəd daxil edəcəksən. Bu səfər X-ə verirəm aşağıda 74, yəni müsbət verdim. İndi müqayisə edirəm. 74 böyükdürmü? M-in qiyməti nədir? Mənfi 34-dən. Deyirsən, bəli. M-in qiyməti X oldusa nə oldu? 74. Aktual olan 74-dən müqayisə olunacaqsan. Və bax, sonra növbəti dəfə 4-cü ədədimi daxil edəndə, yəni i-nin 3 qiymətinə əsasən, mən bu səfərdə X-ə 0 verdim aşağıdan. Çünki qoy hər şey olsun burada. Və yoxluyursan, X-in qiyməti nədir? 0-dır. 0 böyükdürmü 74-dən? Ki, M-in qiyməti 74-dür. Yox dediyinə görə, görürsən, M-in qiyməti dəyişdirə bilmirsən. Uşaqlar çıxmayın zəhmət olur. Uşaqlar, eşidirsiniz səsimi? Bir dəqiqə görə öhdəsindən gəlmirsə, yeni bir görüntü paylaşaram. Gözləyin görək. Hə, yox, deyəsən düzəlir. İndi gəlir, eşidirsiniz? Uşaqlar, gördünüzmü ki, mən neçə dənə ədəd daxil elədim? İndi 50 dənə ədəd daxil eləsəm bir yeni eyni şey olacaq. Bu səfər tam ədəd olaraq mənfiləri də nəzərə aldım.
Mənfi 54 daxil elədim. Mənfi 34 daxil elədim. Sonra 74 daxil elədim. Mən niyə hamısı axırı 4-lərdən qutaran ədəd vermişəm? Heç fərqinə varmamışam. Bir də nədir? 0 daxil elədim. Gördünüzmü ki, həqiqətən daxil elədiyim ədədlərin içində ən böyüyünü çapa vermiş olacaq ki, o da 74-dür. Qane olmayan, anlamayan, bəli. Ha qızım, yox, 0-dan böyük deyil ki M burada. Niyə M 0-dan böyük ki? Mən M-ə gördüyün nə ilə verdim? Mənfi 54-lə. Yəni sən məcbursan ki, daxil edəcəyin tam ədədlərdən ən birincisini başda verib, digər ədədləri onunla müqayisə eləyəsən. Çünki sən bilmirsən axı ki, sən 50 dənə ədədinin içində nələr var. Mən bayaq niyə M-in 0 qiymətini ilk başlanğıcda götürdüm və digərlərini M-lə müqayisə elədim? Çünki müsbət deyir. Müsbət ədədlərinin hamısı da nə ilə müqayisə olunur? Yəni 0-dan böyük olanlardır. Onlar da öz aralarında müqayisə olunur. Aydın oldu? Aha. Uşaqlar, bu nə? O, elə şey mi olar, qadanam? Və bayaq izah elədim axı sizə. Bayaq ki, yalnızca girişə verilən 3 müxtəlif müsbət tam ədəddən böyüyünü istəyirdi, müsbət. Amma indi sırf biz müxtəlif tam ədəddən. Tam ədədlər hansılardır? Mənfi, müsbət, 0, hamısı. İndi biz mənfilərin içindədir. Bayaqkində mənfi ədəddə ödənmirdi. Aydındır? Tamam. Üstündə işləyin uşaqlar. Bu getdi. Bax, bir sual nə qədər vaxtımız aldı. Girişə verilən. Görürsünüz, bu nədir? Girişə verilən 3 həqiqi ədədin ən böyük olanını çıxışa verən. Uşaqlar. Bundan bunda nə fərq var? Heç bir fərq yoxdur. Sadəcə proqramda sən, məsələn, şeydə fərq eləməyəcəkdir. Block scheme-də fərq eləməyəcək. Ay, sağ ol. Python-da tam ədəddə int input, burada nə olacaqdır? Float input. Əla, qəşəng. Gözəl. Çox sağ olun. Deməli, bilirəm ki, çoxunuzun ən, belə deyək, başa düşmədiyi suallar bunlardır. Zaten evə verdiyim tapşırıqlar bunun davam olduğuna görə. Elə bunları işləsək, bunları gözəl işləyəcəksiniz. Bu tiplərdə əziyyət çəkənlər bilmirəm, var ya, yoxdur. İstəyərəm özündən əmin olan bir nəfər səsini açsın. Ondan işləyim ki, zəif olan uşağı çox burada belə şey eləməyim də, burada yormayayım. Kimdir? Sən. O görüm, sən kimsən? Hə, Nəcəb başlayırlar. Bəzən tanımaya bilirəm, xahiş edim adınızla. Nəcəb Fidan, buyur. Fidan, belə bir iş görəcəyik. Həm block scheme-ni, həm Python-ı. Hansından seçirsən? Ön şərtli, yoxsa sayğaclı? Yox, hə, bəli. Biraz tez ol, təbii olmaz. Yaxşı, 133-ə kim könüllüdür uşaqlar? Buyurun, tez olun. Kimdir o? Mən deyirsiniz. Hə, Nurcan. Sən deyirsən, Nurcan. Amma birinci səndən istədiyin nədir? Riyazi. Riyazi eləyə bilmirsənsə, proqrama biraz şübhə duyacam. Getdik. İlk sırada bu qədər olmamısan. Ha? S-ə nə verirsən? Yaxşı, S-ə nəsə verirsən, yoxsa paralelogramda S verəcəksən? Deyirəm, S-i eləcə block scheme-də paralelogramda qeyd eləyəcəksən, yoxsa nəsə bir qiymət verəcəksən əvvəlcədən? Xeyr. Onda sən hələlik gözlə. Uşaqlar, kim? Bəli. Niyə? Çünki S ifadə olaraq özündə faktorialların cəmini hesablayır. Cəmi hesaplayan dəyişənin qiyməti 0 olur. Biz bunu paralel şəkildə gedəcək ki, baxın, işləmək bu cür olur, aydalar. Block scheme-də və proqramda. Buna hər kəs lazım, bundan sonra kimsə fikrini deyənlər. Block scheme-də və proqramda yazar. S-in 0 qiymətini biz block scheme-də harada təyin edirik? Təbii ki, bizim düz bucaqlığın içində S bərabərdir 0. Yaxşı. Mən burada başqa dəyişənə ehtiyac duyuramı? Bəli. Ümumi ifadəyə baxanda göz gəzdirirəm ki, N-imiz var imiş. Demək ki, bu ifadə nə ağarır? Düz 1-dən N-ə qədər. N nədir? Bilinməyən bir ədəddir. 5 də ola bilər, 15 də ola bilər, 100 də ola bilər. Yəni, sən proqramda 1-dən N-ə qədər N daxil olmaqla faktorial cəmini hesablamalısan. N-in bilinmədiyinə görə ikinci komanda olaraq sən N-i daxil etməlisən. Sən daxil et sözünü block scheme-də paralelogram kimi başa düşməlisən ki, bilmirsən N-i neçə verməlisən N-i.
Uşaqlar, eni bundan əvvəl də yaza bilərsən. Problem deyil, aşağıda da yaza bilərsən. Heç bir problemi yoxdur. Tamam, proqram olaraq biz həmişə birinci öyrəşmişik ki, qiyməti bilinməyən dəyişənlərlə işləyək. O zaman biz n ədədini tam ədəd kimi başa düşürüksə, proqramda paralelogramı nə ilə əvəzləyəcəyik? N bərabərdir int input. Bura qədər yəqin ki, hamıda tamamdır. Adi bir mənimsətmə komandasını heç bir funksiyanın içində yazmadan S-in qabağı, N-in altında S bərabər 0 olaraq əsaslandırırıq. Üçüncüsü, mən artıq düşünməyə başladım ki, dəyişənlərimi daxil edelim haqqı. Amma bir dənə də dəyişənim var aşağılar. Növbəti dəyişənin cəmləmənin ifadəsinin içində hələ bir faktorial anlayışı da var. Faktorialı da mən özüm hesablamalıyam. Faktorial ifadəsi vurmadan ibarət olduğuna görə vurmanı özündə saxlaya biləcək, elə bilim kimsə qoşuldu, vurmanı özündə saxlaya biləcək dəyişənin ilk qiyməti həmişə nə olur? 1. Ona görə üçüncü mənimdir. Bəli, özünüz üçün bunu monotonlaşdırın. Həmişə seçin. Ağzına gələn dəyişən götürmürlər də və imtahanda sizin bu qədər vaxtınız yoxdur. P-yə bir qiyməti yazıram aşağılar. Yada saxlayın ki, siz S-in bölünə blok sxemdə yeriniz az olsun deyə imtahanda burada yaza bilərsiniz. Əlavə bir blok sxemə ehtiyac duymayın, daha kompakt yazın. Bəs yaxşı, mənim Pythonda da olarmı ki, eyni sətirdə yazın? İcazə verilir, xəta vermir. Hansı halda? Eyni sətirdə aralarında nöqtə vergül yazmasına xəta verəcəkdir. P-nin qiymətini bilmirik. Artıq bildik ki, bu cəmi, bu isə faktoriallar, yəni hasili özündə daşıyan bir dəyişən olacaqdır. Sonra artıq dəyişənlərimizi gördüyüm yerə qədər təhlil edə bildimsə, dördüncü olaraq mən riyazi olaraq başa düşməliyəm ki, ay balam, burada nə var? Dövr var. Dövr olan yerdə sən istəyirsən modifikasiyalı qur, istəyirsən ön şərtli qur. Mütləq sənin nəyə ehtiyacın var? İlk həddə və son həddə, bir də nəyə? Silsilə fərqinə ehtiyac var. Yazıram, silsilə fərqinə. İndi ilk həddimiz nədir buradan? Birinci nəyin faktoriallarına başlamışım bilim. Son həddim nədir mənim burada? N-im. Silsilə fərqini hər ifadənin arasında olan fərqə görə düşünürsünüz. 1, 2, 3, deməli plus 1 artıqdır. Silsilə fərqində 1-dir. Bunu biləndən sonra tane var ki, bunu yazmağa. Getdik. O zaman mən artıq növbətidə qurmalıyam nəyi? Dövrümün gövdəsini. Dövrün gövdəsini əgər modifikasiyalı ilə qururamsa da, söhbət altı bucaqlıqdan gedir. Öyrəşdiyimiz i parametrlə A-sal dövrü saysın deyə ilk həddi, dövrü saysın deyə son həddi daxil edirəm ki, burada daxildir uşaqlar, Pythonda son hədd daxil deyə də bilirsiniz. Silsilə fərqini niyə vergül qoyub bir yazmıram? Silsilə fərqi birdən fərqli olanda ehtiyac duyulur. Belə yazılmaya da zaten bilirəm ki, i özünü bir artırır. Yəqin ki, bunu hamı bilir. Uşaqlar, dövrə düşəndə özünüz ifadəyə baxın, cavab verin. Birinci cəmləmə hadisəsi baş verir, yoxsa faktoriallar hesablanır? Ay, sağ ol. Çox vaxt uşaqlar... Ay, sağ ol, çox vaxt uşaq bunu başa düşmür. Niyə P bərabərdir P vuraq deyib? Mən niyə P-nin niyə qiymətini 1 verdim? 1 elə bir dəyərdir ki, başqa bir dəyişənlə qurulanda nə o dəyişəni artırmır, nə də sıfırlamır. 2 verə bilmərdim, artıq gələrdi ölçüm. 0 verə bilməzdim, ifadəni sıfırlayardı. Bəs i niyə uşaqlar? Çünki hər ədədin faktorialı hardan etibarən başlayır hesablanmağa birdən. Həmişə də i-nin artan qiymətlərində biz faktorialı alacaq. Sağda test həllini yazacağım, skript eləyərsiniz, sonra proqramını quracaq. Tamam. Ya da proqramını qurun paralel şəkildə sonra. Sonra bunu yazandan sonra, faktoriallar hesablanandan sonra kim öz işini yerinə yetirməlidir? S. S nəyləri cəmləyibdir? Faktorialları. Faktoriallar mənim nəyimdir? P-lərim. Bəli, S dəyərini ona görə 0 götürmüşəm ki, istədiyim dəyərdən artıq cəm görməyim orada. S bərabər eşitə P. Başqa bir hesabi ifadəyə ehtiyac varmı? Xeyr. İ də özünü sayğaclı olduğuna görə, artırdığına görə qaydıram və ən sonunda nəyə çata verirəm aşağılar? S-i yoxsa P-ni? Təbii ki, istənilən S-imizdir. İndi bunu bura qədər biz Python-a reallaşdırmışıqsa, gəlin altı bucaqlını reallaşdıraq. Altı bucaqlını, yəni sayğaclı dövr reallaşdıran for operatıdır. For in range. Range aralıq diapazonu deməkdir. İlk həddimiz yenə birdir. Son həddimiz A ise n olsun deyə n plus 1 götürürəm. Addım 1-1'dir deyə ehtiyac yoxdur. 2 nöqtəni yazıram. 2 nöqtənin icrası. Sən burada dövrün gövdəsini bax, hiss edirsən. Görsən, hər dəfə geri qayıdan bir struktur mövcuddur.
Burada hiss etmək üçün 2 nöqtənin funksiyası 2 nöqtədən sonra enter vuranda 4 boşluq qədər sağda dayanan kursordan sonra yazılan əmrlərdir ki, P bərabərdir. Yəni, gördüyün belə deyək də, hissələri arıcıl yazırsan. P bərabərdir, P vuraq I və S bərabərdir. S üstə gələk T yazırsan. Və bu hardadır? Strukturlarda görürəm. Dövrün çıxışında. Biz Python'da dövrün çıxışında əks olunan komandaları dövrün sərbəsti adlandırırıq. Dövrün sərbəsti paralelogramda S-dir deyə, paralelogramı əvəz edən çap funksiyası print S-inizdir. Bu qədər sadə. İndi siz bunu screen edirsiniz. Siz hər kəs, əgər bu okeydirsə də bunun özündən əmin olmaq istəyənlər, təzə başlayanlar, bunun bir ön şərtlisini quracaqsınız. Ön şərtini də ifadə edən while operatorunu quracaqsınız. Mən indi bunu o kimlər üçünsə bir dəfə deyim. Niyə məhz P bərabərdir, P vuraq I? Screen elədiyəcək üçün. Yəni bunu mən həll edeyim, sonra bilim ki, hamı başa düşdür. O zaman Python'ın strukturunu tamamen silirəm. Aha. Uşaqlar, yenə də hansısa komandayla, sürüşdürmələrlə, nə ilə razılaşmayanlar, səsinizi açın. Dərsiniz faydasız keçməsin. Baxın, həll edirəm uşaqlar, artıq həll edirəm. Məsəl üçün, mən N ədədi demirəm də, dövrə daha az gedim deyə 3 verirəm ki, başa düşmək istəyirəm. Görüm, həqiqi də bu. Faktoriyalar cəmini hesablayır. N-ə 3 vermişəmsə, mən S-im nə hesablamalı aşağıda? Birdən N-ə qədər faktoriyalar deyilirsə, 1-in faktoriyalı, üstə gələk 2-nin faktoriyalı, üstə gələk 3-ün faktoriyalı. Yazdığın alqoritmi blok sxemini başa düşmək istəyirsənsə, qıraqda onu misal kimi həll edir. S-in qiyməti 0-dır, tamam, okey, yazıram, P-nin qiyməti nədir? 1. Buradan da yazıram həlli ki, sən həlli ilə başa düşəcəksən. N-in qiymətinə daxil elədim, 3 bu qaydasındadır. O zaman artıq modifikasiya blokunda I-nin qiyməti 1-3 aralığında. Hansı qiymətlər alacaqdır? 1-i, 2-ni, 3-ü. Gördünüz mü, lazım olan qiymətlərdə əla. I-nin birinci qiymətindən düşürəm dövrə. Düşdüm. Dövrə düşəndə görün P-nin aşağılar. P-nin ilk qiyməti 1, 1-i 1-ə vururam, nə oldu? 1. Bu 1 sizin nəyin faktoriyalı mən aldım? Gördünüz, 1-in faktoriyalı 1-ə bərabərdir. S-in qiymətinə baxıram. S üstə gələk P deyirsə, S-in ilk qiyməti 0-dır. 0-ın üstə 1-i gələndə elədi 1. Deməli, mən artıq 1-in faktoriyalını aldım. Gözünüzün qabağındadır. I-nin 2 qiymətini götürüb düşürəm bura. P-nin qiyməti nə olacaqdır? P vuraq I qiymətinə əsasən. P-nin qiyməti 1-dir. Bir əvvəlki qiymətinə baxıram. Daxil elədim I-nin qiyməti 2-dir. 1-i 2-yə vururam, nə oldu aşağıda? 2. Həqiqətən baxıram ki, bu 2 elə 2-nin faktoriyalıymış. 2. S-də də S üstə gələk P deyən S-in qiyməti artıq 1 faktoriyalıydı. Üstünə gəlirəm. P-nin qiyməti 2. Yəni 2-nin faktoriyalını qoyub bura uyğunluğunu təşkil edirəm. Və ən axırıncı I-nin 3 qiymətindən daxil oluram. Yenə bu ifadəyə baxıram. P-nin qiyməti P vuraq I-dirsə, P-nin qiyməti son qiyməti 2-dir. 2-ni çoxdan da neçə alıram mən? 6. Bəs S bərabərdir. 1 faktoriyalı üstə gələk 2 faktoriyalı. 6-nın əvəzinə burada nə yazıram ki, uyğunluğumu görüm? Həqiqətən 6 3-ün faktoriyalıymış, 3-ün faktoriyalı yazdım. Dövrün sonlandığına görə mən N-in 3 qiymətini daxil elədim və aldığım dəyərin həqiqətən ödəndiyini gördüm. Screenliyin zəhmət olmasa, sualınız varsa buyurun səsləndirin. Bir 10 dəqiqə də davam edək, sonra da bunu oxşarlarını verəcəm, yeni işləyər sizdə. Var burada sualınız hər hansı bir şeylə bağlı başa düşmədiyiniz? Artıq mən çıxdım. Daxil edilmiş, bu qəşəng sualdır. Və bunu çox istəyərəm mən. Ayxan buradadırsa Ayxanla işləyim. Görüm Ayxan, bunu ümumiyyətcə evdə yazmısanmı? Çünki sizə 6-cı gün dərs olmayıb, mən yoxlamamışam. Bu hissəsini aktiv saxla, zəhmət olmasa Ayxan, işləyək. Ayxan, buradasanmı? Tamam, görün mənə xoşlananlar başqa. Nərmin, buradasanmı? Mən özüm buradayam mı? Məni eşidirsiniz? Mən buradayım deməli. Aha, deməli Nərmin də eşitmədi. Yoxdur burada, bilmirəm yəqin ki. Nərmin buradasan? Nərmin işləyə bilərik bunu səndən? Əla. Nərmin birinci riyaziyyənin təhlilini bacar. Əgər bacara bildinsə, sonra blok sxemə keçəcək. Aydındır blok sxemə, sonra isə birbaşa proqram. Buyur, Nərmin.
Bildim. Birinci tələb olunan dəyişənim hansı olacaq? N. Çünki daxil edilmiş N sayda ixtiyari ədəd var. Birinci nə edəcəyik? N'yi sadəcə olaraq daxil edəcəyik. N'yi riyazi olaraq daxil etməyə başa düşürəmsə, bunu mən blok sxemdə hansı figurun içində tələb etməliyəm? Sağ ol. Baxşaqlar, paralel düşünmək həqiqətən gözəl şeydir. Gətirdim. N sayda N'in neçə olduğunu bilmirəm deyə paralelogramda verirəm. Bəs Python'da paralelogramı əvəz edən nə olacaq? Bəli, say heç vaxt həqiqi dəyər ola bilməz. Tam dəyərlərdir ki, hələ istəsəz ABS inputda yaza bilərsiniz ki, belə mənfi ədəd kim daxil edirsə, zaten sayı daxil etməzlər, elə belə deyirəm. ABS-i yadınıza salmaq üçün deyirəm ki, ABS ədədin müsbət qiymətini qaytarır. Bunu bildin də daxil edilmiş N saydıya görə elədinlərdir. Bəs indi ixtiyari o N sayda ixtiyari ədədi deyirsə, bunun ədədi ortasını deyirsə, sənin növbəti, bax, bayaq dedin, ədədi ortada nə olmalıdır müəllim? Cəmləmə və bir də nə? Super. Cəmləmə üçün xüsusi dəyişən və həmin dəyişənə əvvəlcədən qiymət daxil etməliyik, yoxsa yox? Ay, sağ ol. Niyə? Ədədi ortada cəmləmə mövcuddur. Cəmləməni də özündə saxlayan dəyişənin ilk qiyməti olur S. Aha. Və səncə sayana da bir dəyişən daxil etməliyik, yoxsa ehtiyac yoxdurmu? Say onsuz da verilibdir. Bizə demir ki, ixtiyari ədədin müsbət olanlarının, ədədi ortası mənfi olanlarının. Bütün ədədlərini tapdığımıza görə saya burada özümüzü yormuruq. Sayan bir dəyişənə ehtiyac yox. Aydındır? Bunu başa düşdük? Əla. Bundan sonra hər hansı bir dəyişənə də ehtiyac varmı? Yoxsa dövrümüzü təşkil edəyəkmi? Bu arada, uşaqlar, bunu paralel şəkildə artıq bilirəm ki, düzbucaqlının içində nə yazmalıyam? S bərabərdir 0 verməliyəm. Bunu da adi Python'da, adi bir sətirdə S bərabərdir 0 verməliyəm. Üçüncü qismə keçəsi olsam, mən ədədimi dövrün içində bir dəyişənlə paralelogramda çağırmaq lazım. Amma dövrün içində. Çünki mən dövrə girməliyəm, hər dəfə onu istəməliyəm. Bax, o dəyişənə nə eləyək uşaqlar? X verək, A verək, nə istəyirsiniz verin? Daxil et. Amma bir dənə məsələ var. Hələ bu gözləyir. Niyə? Çünki bu daxil edəcəyimiz ədədlər harada yaşanmalıdır, harada istənməlidir? Dövrün içində. Nərmin, kömək elə zəhmət olmasa. Mən bilirəm ki, bu artıq dövr blokudur. Çünki uşaqlar, en sayda ədəd içərisindən mən ədəd ortanı tapmalıyım ədədlərin. Dövrüdürsə, ilk həddimiz nə olmalıdır bizim? Yəni, en sayda deyəndə, hər sayı biz birdən başlayırıq da, buradan nəzərə alırıq. 1, son həddimiz neçə olacaq, nə olacaq? Əla. Bu oldu bizim dövrümüzün. Sizlə fərqim nə olacaqdır? 1. Niyə? Mən nəyisə sayanda bir-bir sayıram da uşaqlar. Ona görə burada nə oldu? Silsilə fərqimlə oldu 1. Əla. Şimdi mən başqa heç nəyə ehtiyacım yoxdur. Nərmin, kömək edirsən bu səfər modifikasiyalı yox, bu səfər qururuq ön şərtli. Və ön şərtliyə uyğun olaraq while operatoru quracaq. Bu zəhmət olmasa, nə ilə başlayırıq? Yəni, altıbucaqlı ilə qurmuruq. Altıbucaqlı qursaydıq i-yə nə yazardıq? 1,n. İndi bir dənə yadına sal görək. Altıbucaqlıya ehtiyac yoxdursa da, şərt blokuna uyğun, ön şərtli. Necə? Uşaqlar, ilk həddən ağarırıq, dövrü kim sayacaq? Yenə i sayacaq. Ay, sağ ol, ən başdan dövrə girməmişdən qabaq i-yə 1 verəcəksiniz. Çünki dövrü sayan i-dir. Başla modifikasiyalar kimi. Onu ilk həddə görə 1 verdim. İndi gəlirəm dövrü idarə edən şərt blokuna. Bu adi budaqlanma deyil. Deyə bilərsənmi ki, i-dən və n-dən asılı olaraq ilk və son həddən necə bir şərt qurmalıyam ki, hə deyərək dövrə girim? i nə olana qədər? Kiçikdir. Bəs biz axı son həddən demişik. Kiçikdir, bərabərdir. Uşaqlar, mən onu sevmirəm və uşaqlar qarşılıqlı yaşayır.
Heç vaxt dövrü yox deyilən girməyin. Yəni belə öyrəşdirin özünü. Enin qiyməti 1-dən uşaqlar 1 artacaq. Hara qədər? Enə bərabər onda da dövrə girəcək. Çünki mən eni də istəmişəm. Aydındır bura qədər? Fikrim çatdı? İndi biz demişdik ki, bu gözləməlidir. İndi bunu gətiririk artıq bura. X-i daxil etməliyik. Çünki X bizim daxil edilmiş ixtiyari nəyimizdir? Ədədimizdir. Bax, bunu çox vaxt uşaqlar başa düşürür. İxtiyari ədədi daxil edilirsə, harada daxil edirik? Paralelogramda. Ədəd ortasını deyirsə, biz S-i hansı məsuliyyətə demişdik ki, sənin işin budur? Cəmləmə. Həmin S sakitcə götürəcəkdir. Bu X-ləri özündə cəmləyəcəkdir. Saymağa ehtiyac yoxdur. Zaten N bizim ədədlərimizin sayıdır. Dövrümüzün sayı olduğu kimi. Amma bir dənə bizim nəyə ehtiyacımız var aşağılar? Buradakı I sayğaçlı deyil. Biz bunu silsilə fərqimiz 1 olduğuna görə neçə artırmalıyıq? 1 artırmalıyıq. Və mən qaydası olsam və nə ilə çıxıram aşağıları dövrdən? Yoxla çıxası olsam nəyi çapa verirəm? Artıq nağarmalıyam ədədi ortanı icra eləməkdən ötürü. Cəmi saya bölməliyəm. Cəmi kim idi? S. Sayım kimdir? N. Sadəcə olaraq paralelogramın içində də yaza bilərsiniz. Ha, problem yoxdur. Yazmağa yəni icazə var. Ya istəyirsiniz S bölək, amma S bərabər də olaraq yazın da ifadə olaraq yazın. S bölək N kimi yazın. Ya da bunu istəmirsinizsə də bəri başlanın hər hansı bir dəyişənə məsəl üçün edeyim. P bərabər S bölək N, P-ni çapa verin. Yəni, problem yoxdur. Yəni, səsini aktiv saxla zəhmət olmasa, bunu Python-da ifadə edək ki, doğrudan çıxdım da, qutardım da ədədlərimi cəmləyim. Mən sadəcə ki, Aynurcan, bir hazırlıqdayıq. Hamı hərə bir ədəd desin, mən neyniyim? Bölüm ədədi ortasını tapım. Hamınız deyib qutarandan sonra, ay mələcəs, ay sağ ol, ay sağ ol. Yəni, mümkünsə səsini aktiv saxla, xahiş edirəm. Tez bunlarda yazaq. Yəni, I bərabərdir biri S bərabər 0-ın bölümündə yazsam olar. Aralarında nə yazmaqla? Nöqtə vergül. Vergül yox. Blockschemdə vergül, Python'da nöqtə vergül. Zəhmət olmasa bir nəfər danışsın, Nərminlə işləyirəm. Hamı danışında biraz digər uşaqlar üçün də çox qarşılıqlı olur. Nərmin, davam elə. Həmin ön şərtli dövr alqoritmini reallaşdıran operatorumuz hansıdır? Əsla. If şərt operatorudur. Hal-hazırda mən dövr eləyirəm. Dövrü icra edilənsə while'dır. Nə qədər ki. Nə görürsən Nərmin? Kiçik bərabərdir N. Amma kiçikdir bərabərdir işarəsi Python'da elə yazılmır. Necə yazım? Əsla. Necə deyirsən? Sən bu ifadəni bərabər və ya kiçik demirsən. Kiçik və ya bərabər deyirsən. Kiçikdir birinci gəlir, bərabər sonra gəlir. Nədən? N-dən. Niyə 2 nöqtəmiz qoyulur, Nərmin? Vacibliyi nədir 2 nöqtənin? Səslər qarışır. Bir nəfər xahiş edirəm. Bəli? Daha doğrusu, sonra deniyətdə dövrümüzün gövdəsini. Burada hiss edə bilirəmsə, burada hiss etmək üçün dövr qoşulmada sağda yazılır. Sağda yazıla biləcək dövrün gövdəsində olan ilk komandam paralelogramda X-dir. Bunu Python'da necə elan etməlisən? Ay sağ ol. X bərabərdir int. Nə olacaqdır? Input əla. Davamında nə görürsənsə yazırsan. S bərabərdir f-də X, I bərabərdir f-də 1. Bəs dövrün çıxışında olan komandanı harada yazırsan while-ına sərbəstdə? Yəni, hansı funksiyanın içində yazırsan? Hansı funksiyanın içində? Birbaşa bilirsiniz ki, printin içində hesab aparmaq olur. Elə də yaza bilərsən. Yox, printdən qabaq bir dənə A dəyişəni mənimsən S bölək N, sonra da print A deyərək çapa vermiş ol. Kim anlamır uşaqlar? Kimdə vəziyyət dəhşət pisdir? Belə başını tutub, ay aman, filan, Mendeleyev cədvəlini qoyub qabağını əzbərləyir. Kimdə bu vəziyyətdir? Mendeleyev ehtiyac var? Yoxdur. Bir dənə də biri müsbət, biri mənfi ilə gedəni bir dəfə izah eləmişəm sizə. Bir dənə də bunu deyirəm, ondan sonra sizi yormuram. Üçüncü sualda könüllü, amma əmin şəkildə könüllü olan uşaq səsini açsın. Riyazi təhlil eləyəcək. Yoxdur könüllü. Nə idi? Mahdini, getdik. Birinci riyazi təhlil eləyəcək.
Bu arada bu bir sual verib və yaxud da sual vermək istəyirəm. Yoxsa deyəmirəm. Niyə bugün mən 2x-dən bulaşmadım sonra? Yaxşı, tamam. Birinci riyazi olaraq bilirsən də dəyişənləri biz həmişə qeyd edirik. Buyur. Hansı dəyişənlərə ehtiyacın var? Eni görürəm deyə, qiyməti bilinməyən en daxil et. Zəhmət olmasa tez sürətli şəkildə onu harada qeyd edəcəm mənə. Gözəl. Proqramda. Əla. Çox sağ ol. Bu getdi. Bax, aşağıda. Biz paralel şəkildə yazanda xahiş edirəm. Uşaq desin ki, mənim niyə paralelogramda yazırsınız, niyə input verirsiniz? Başa düşmürsünüzsə. Buyurun. Buyurmayın. İkinci. Yenə S görürsünüz ki, cəmləmədə bu ifadəsini də saxlayırsa, cəmləmə sıfırdır, cəm olaraq əla. Bunu harada yazmalıyam? Əla, gözəl. Buyur, davam elə. Hər dəfə müsbət, mənfi, yəni ifadəni bunu demək istəyir. Mənfi, müsbət, mənfi, müsbət. K-yə ilk oyuncu olaraq mənfi yoxsa müsbət daxil edirsən? Aysa, mənfi bir. İndi mən bunu K-sız da sizə izah edəcəm. Yaxşı, K-yə bir daxil edərik. O K-nı olarmı ki, imtihanda yerim yoxdur, burası sıvışdıram? Bəli, olar. Olarmı ki, bir sətirdə yazın, nöqtə vergüldən olar. Davam elə. Yəni, məsələn, bu dövrdür səncə? Bilirsən, burada ilk həddiniz niyə ki olmayacaq da mayın? İfadəyə cənnət diqqətli fikir verin. Siz bir olacaqdır. Sizlə fərqindən tutanmıram. Çünki belə götürəsi olsam. Ona ki, bir tutanmıram deyəndə alınırıq, amma ən yaxşısı axıra bax, zəhmət olmasa. Deməli, mən bütün ədədləri qabaqda nəyə vuracam? 2-yə vuracam. Baxıram ki, bu da 2-yə vurulubsa, bu da 2-yə vurulubsa, bu da 2-yə vurulubsa da. Deməli, ilk həddim 1 imiş. Düzdürmü? Bax, buradan görürəm. Bax, buradan bura əsasını görürəm aşağılar. Bu 1 imiş, bu 2 imiş, bu 3 imiş. Deməli, ilk həddi neçə oldu? Sən son həddi də denən? Bəli. Bax, ən axıra baxın, zəhmət olmasın. Həmişə biz n-ə qədər gedirdik axı. Amma indi n neçəyə vurulubdur? 2-yə. Deməli, sən əvvəldən də n-in qiymətləri var ha, 2, 4, 6. Sən hamısını artıq 2-yə vurmuşsan. O zaman 2-yə vurmuşsansa, deməli, bu mənfi 2 1 imiş. 4 2 imiş. 6 3 imiş. Bax, onu nəzərdə tuturuq. Aydındır? Ay, sağ ol. Silsilə fərqimiz neçə oldu? Gördünüz də, silsilə fərqini buradan silənir. Əla. Mən hansından istəyirsən, onu yəni bıraq. Modifikasiyandan bıraq, əla. Dövrü təşkil elə modifikasiyada ilk son həddə görə nə yazın? Əla. S bərabərdir. S üstə gələk. 2 vurulsun I, sonra vurulsun K. Sonra K da bərabər olur, mənfi K. İfadənin bir də müsbət də mənfi getməliyim aşağı. Nağarıdan sonra yaman çox getdim aşağı. Qayıtdım və nəyə çapa verdim əməli? Bunun da həllini yazacağım, özünü sizə ispat edəcəm ki, ödəndi. Tez-tez bunun zəhmət olmasa proqramını dinə vurum. Buna bəzəyim. Birdən n plus 1-ə qədər. Tamam. İndi vurmanı ulduz, yenə vurmanı i-yə, vurmanı da k. K da bərabərdir, mənfi k. Print S. Şalat, buradan kimin sualı varsa sualını versin, skrin eləsin. Mən K-sız bunu necə yaza bilərik? Bax, ifadəyə əsasən. Onunla yaza bilirsən də, problem yoxdur elə. Əla, gözəl. O zaman zəhmət olmasa bir dənə bunu skrin elədirsə, mən K-sız işləyirəm bunu. K-sız necə işləyəcək, Mahir? Buyur. Yəni, K dəyişəni elan etmirəm. İfadənin də bir dəfə müsbət, bir dəfə mənfi ilə idarə olunması üçün başqa yolun var mı? Bəli, var. Buyur. Nə edeyim, Mahir?
Bu qədər sadə. Yəni K-nı içdən həll edirəm. Ki, özünüz bilirsiniz ki, mən belə deyək, tək üslü qüvvətlərdə ədəd, yəni vurulanda mənfi, cüt üslü qüvvətlərdə də müsbət olur. Yəni sən burada i-ni vuracaqsan nəyə? Belə deyək, 2-ni i-yə vurduqdan sonra mənfi 1-in üstü i götürəcəksən. Yəni nədirsə də o. Bir dənə deyək, bunu vuraq, mənfi 1-in üstü i-yə. Gəlin, baxaq, ödənəcək mi aşağılar? Bəli. Eyni şəkildə burada da qeyd edəcəksən. İni vuracaqsan, mənfi 1-in üstü i-yə. Mən bunu bir dənə qıraqda həll eləmək istəyirəm aşağılar. Bir dənə digər uşaqlar başa düşsün ki, burada hansı prosesi... Tamam, sağı silirəm. Yəni, proqramı silirəm. Ki, burada həllini sizə göstərə bilim. Bunu da eləyirəm uşaqlar. Yormayacam. Artıq geçdi. Mənim də səhərə dərslərim var. Bunu da deyək, qalan evə verdiklərim də zaten bunların oxşarındadır. Düzgün təhlil edə bilirsənsə, düzgün alqoritm qura bilirsənsə, inan ki, Python səndən ötürü heç nə olacaqdır. Davam edən uşaqlar, bunu mən həllini eləyirəm ki, niyə biz burada K-nı aradan götürdük? Baxın, mən enin yerdə sadəcə 3 verməklə elə bir, bax, belə bir ifadəni almaq istəyirəm. Gəlin, baxaq görək, həqiqətən ala bilirəm. Deməli, enə 3 verməklə artıq bilirəm ki, yuxarıdakı blok skem verim. İfadəyə əsasən mən nə almalıyam? Yəni, 1-2-yə vurmalıyam, sadəcə olaraq mənfi 2, yəni bu ifadəni almalıyım. Üstə gələk 4, çıxaq 6. Görək, enin 3 qiymətinə görə belə bir blok skem bu ifadəni mənə almağa cəzə verir. S-in qiyməti 0-dır, bəli. I-nin qiyməti 1n aralığında bilirəm ki, 1-3 aralığında il qalacaqdır. 1, 2 və 3 qiymətlərdir. Dövrə hesabə girəcəm, 3 səbə girəcəm. I-nin bir qiymətini götürüb düşürəm aşağı. Aşağı düşəndə S bərabərdir, S-in ilk qiyməti 0-dır, yazıram. Amma baxın, burada nə alıram? 2-ni nəyə vururam? 1-ə. Neçə oldu? 2. Amma mənfi 1-in üstü 1 nə deməkdir? Yəni, qüvvət təhsil deyək, mənfi 1-in mənfi 1 kimi qalır. Məsələn, mənfi 1-i 2-yə vuranda nə alırsan? Mənfi 2. Gördünüz, ilkimiz keçdi testlər. Sonra gəldik biz, n-in 2 qiymətini götürdük. S bərabərdir, S üstə gələk deyəndə. S artıq nədir? Mənfi 2 üstə gələk. 2-ni nəyə vuracaqsan? 4-ə. Pardon, 2-ni 2-yə vuracaqsan, üzrə hesab edin. 4. Amma 4-ü nəyə vuracaqsan? Mənfi 1-in üstü 2. Mənfi 1-in üstü 2 nə demək? Müsbətdir. Müsbət 1-i də 4-ə vuranda nə oldu? 4. Aha, bu da testdən keçdi. Əla. I-nin axırıncı qiymətindən 3 ilə girirsən. O zaman S-in əvvəlki qiyməti nədir? Özüm hesablamıram. Mənə hesablamaq lazım deyil. Tam ifadəni ala bilirəm deyə baxıram. Mənfi 2 üstə gedək 4 və diqqətli baxın. I-nin 3 qiymətindən girirəm. 2-ni vururam 3-ə 6 və 6-nı vururam nəyə? Mənfi 1-in üstü 3-ə. Mənfi 1-in üstü 3 nədir aşağıdır? Mənfi 1-dir. Mənfi 1-i 6-ya vurduğuna görə çıxaq 6 alırım. Və gördünüz ki, nə gözəl, nə qəşəng istədiyim ifadəni istər qayla, istər bu cür qüvvətlə ala bilirəm. Aydın oldu uşaqlar? Biraz dərsimiz çox oldu. Yəni, bilmirəm, yoruldunuz mu, ya nədirsə də. Deməli, yəqin ki, indən sonra evdə kimlər yazmayıbdır? Əsasən sabah cüt günün uşaqlarına deyirəm. Qoysun qabaqlarına yazsın. Tək günə də hamı da bir-bir yoxlamamışam deyə o uşaqlar bir daha baxsın. Bu hazır Evklit alqoritmindən icra olunur. Tam yazmalısınız bunu. Digərləri də artıq demək olar ki, bayaq dediyimə uyğun olandı. Aydın oldu. Yəqin ki, qeydlərinizi götürdünüz. Videomuz tam çəkilişdədir. Ekran, belə deyək, qaydını videoyu yükləyəcəm. YouTube-a yükləyəcəm. Daha doğrusu oradan baxacaqsınız.